Word 2010-da mətndəki namüzafəzab ifadəsində bəzi hissələri dəyişmək üçün replace əmri istifadə olunmuşdur. Replace əmrində hansı əvəzləmə aparılmalıdır ki, əvvəlki ifadə dəyişib inne ruzafəzər ifadəsinə düşsün. Baxırıq burada dəyişən hissələrə. A və B simvolu dəyişib, E və R simvolu ilə əvəz olunub. Yenə sonda A ilə B simvolu dəyişib, E ilə R simvolu ilə əvəz olunub. Variantlara baxıram. A ilə Y-nin əvəzləməsi var. Amma biz sadəcə A ilə Y-ni əvəzləsək, B necə R-ə keçəcək? Ona görə nədir? A variantı yanlışdır. Ona görə mən burada gəlirəm, B-dən R-ə də baxıram. B-dən R-i deyək ki, dəyişdirdik. Bəs bu səfər A-dan Y necə əvəz olunacaq? Deməli, bu da yanlışdır. Digərləri zaten absurddur, yəni onlara heç baxmırıq. Buradakı variantımız A, B-nin R ilə əvəzidir ki, doğru cavabımız həmin Y variantıdır.